Amerikanın en büyük siyasetçilerinden biri Lincoln'un çok maraqlı bir sözü var. O deyirdi ki, seçki bülleteni gülleden güclüdür. Həmin Lincoln ki, Amerikada vətəndaş müharibəsi döneminde rəhbərlik edibdi. Həmin Amerikadaki o zamanda Amerikada yaşayan az qala hər bir insanın şəxsi silahı var idi. İndi de Amerika elə bir azad ölkədir ki, orada insanların silah saxlamasına yasak yoktur. Hər bir insan silahlıdır. Elə bir ölkədə Lincoln dedi ki, seçki bülleteni güllədən güclüdür. Ve mən istəyirəm ki, bu prinsip Azerbaycan'da hakim olsun. Azerbaycan'da 5 milyondan çok seçici var. Bu 5 milyondan çok bülten demektir. Bu 5 milyon bültenin, 5 milyon seçicinin karşısında hansı qüvvə dayanabilir? Biz Müsavat Partisi olarak hakimiyyətin değişmesi için zoraki yolu kabul etmirik. Yalnız ve yalnız seçki kontekstində dəyişiklikləri kabul edirik. Eğer başka cür düşünən varsa, başka yola ümidi olan varsa, buyursun. Ama yok da, mən bilən elə bir qüvvə yoxdur Azərbaycanda, heç bir qüvvə zoraki dəyişikliklər haqqında danışmır, eləmir ve yaxşıdır ki, danışmırlardı. Və seçkiden başka ne yol var? Belki kimlerse düşünür ki, beynəlxalq birlik gelip burada Əliyev rejimi değişip kimisi hakimiyyətə getirecek. Ha, bu xam xəyallarla niye yaşayırlar onlar? Beynəlxalq birlik hansı ölkədə xalqın əvəzinə dəyişiklik edibdir? Hansı ölkəlerde dəyişikliklər olubsa da, hətta beynəlxalq birliyin orada iştiraki olubsa da, o zaman olub ki, xalq ayaq üstündə olsun, xalq hərəkət eləsin. Və xalqın hərəkətə gətirilməsi üçün seçki döneminden, seçki imkanlarından daha yaxşı imkanlar ne zaman olabilir? Məhz buna göre Müsavat Partisi bu meselelerde bizimle eyni düşünən qüvvələrlə bir yerde seçkilərə qatılıbdır. Məhz buna göre yüzlərlə, minlərlə müsavatçılar hər gün əzab əziyyətə qatlaşırlar. Heç bir maraq güdmədən, partiyanın faktiki olarak heç bir maddi resursu olmadan, bir manat imkanı olmadan insanlar imza toplayıblar, sənədləri hazırlayıblar, plakatlar hazırlayıblar, görüşler keçirmişik, tədbirlər keçirmişik. Hamısı seçki değerlerini qüvvədə saxlamaq üçün, Azərbaycanda demokratik dəyişiklik imkanlarını qüvvədə saxlamaq üçün. Və biz bunu davam etdirəcəyik.